Vaxtınız xeyir olsun. Könüllü sən verilişi yenidən efirdədir. Aparıcı mənəm, Şəbnəm Novruzova. Əziz izləyicilər, 15-26 yaş aralığındasınızsa, könüllü olmaq üçün müraciət edə bilərsiniz. Qeydiyyatınızı sosial media platformalarımız vasitəsilə, eləcə də portal.asamvolunteers.az saytından edə bilərsiniz. Layihə və ideyalarınızla bağlı təkliflərinizi isə info@asamvolunteers.az saytına göndərə bilərsiniz. Verilişimizin məqsədi gənclərə motivasiya vermək, maraqlı qonaqlar dəvət edərək faydalı olmaqdır. Elə gəlin keçid alaq bugünkü qonağımıza. Bugünkü qonağımız çox istedadlı gənc, gənclərin sevimlisi, Avroviziya təmsilçimiz İlkin Dövlətovdur. Salamlayırıq sizi. Necəsiniz? Aleyküm salam, çox sağ olun. Yaxşıyam. Gəlmişəm və sizinlə birlikdə olmaqdan və sizin verilişdə olmaqdan, bizə könüllü sən verilişində olmaqdan çox məmnunam. Hər kəs salamlayıram burada. Biz sizə dəvətimizi qəbul edib gəldiyinizə görə təşəkkür edirik. Mən təşəkkür edirəm dəvətiniz üçün. Çox sağ olun. Bugünkü verilişimiz, günümüz mənə elə gəlir ki, həm faydalı olacaq, həm də maraqlı olacaq. Özüm də həyəcanlıyam, gözləyirəm suallarınızı. Əlbəttə ki, birinci sualımız musiqi ilə bağlıdır. Musiqi ilə ilk tanışlığınızı necə xatırlayırsınız və bu sənətə maraq necə yaranıb? Musiqi ilə ilk tanışdığım indi 4 yaşım olub, amma indi o görüntünü mən video vasitəsilə görmüşəm. Deməli, yaşadığım ərazidə toyların belə el şənliklərinin birində atamın qucağında 4 yaşında bir uşaq olaraq oturmuşam və oxuyuram. Qəlbimdə qaldın adlı mahnını oxuyuram. Bax, o görüntünü görmüşəm, amma illər öncə görmüşəm. O görüntünü düzdə əldə edə bilməmişəm. Çox istəyirdim görüntünü əldə edeyim. Musiqi ilə əslində tanışdığım, yəni evdə musiqiçi ailəsində doğulduğum üçün elə gözümü açandan, yəni musiqinin içində doğulduğuma görə qulağım yalnız keyfiyyətli musiqilər eşidib, təbliğat yaxşı yöndə olub və musiqi ilə tanışdığım, yəni bu şəkildə yaxşı şəkildə olub da, yəni maraqlı şəkildə olub. Ona görə də əməyə elə gəlir ki, musiqi ilə yaxşı qarşılaşmışam. Birinci qarşılaşmam, ilk tanışdığım yaxşı olub. Və bunu sizin fəaliyyətinizdən görmək olur ki, doğrudan da keyfiyyətli bədii musiqilərdən Şübhəsiz onun da təsiri, çünki yəni məktəb hardan başlayırsa, ocaq hardan başlayırsa, yəni onun davamı da mən düşünürəm ki, keyfiyyətli də olmalıdır. Yəni bu birinci növbədə mənə belə deyək, mirasdır. Bu musiqilər mənə mirasdır və bu mirasda mən şübhəsiz ki, çox yaxşı davam eləməliyəm, gələcək nəsillərə ötürməliyəm. Sizin dediyiniz kimi musiqiçi ailədən gəlirsiniz. Atanız xanəndədir, ananızın da gözəl səsi olub. Musiqiyə böyük sevgisi olub. Hətta Şövkət Ələkbərova da onu bəyənib. Deyə bilərikmi ki, siz həm də ananızın yarımçıq qalmış arzularını reallaşdırırsınız? Həm anamın, həm atamın. Çünki müharibə dönəmləri olub o vaxt. Atam da təhsil ala bilməyib, təəssüf ki. Həmçinin anam da evdən narazılıqlar olub. Atası qoymayıb təhsil almağa. Yəni çox təkidlər olub ki, yəni istedad var və yüksək belə deyək də sənətkarlar tərəfindən bəyənilmiş bir insanlar olub, amma indi durum elə olub ki, yəni qeyd etdiyim kimi müharibə dönəmi baş qarışıq olub, təhsil almayıb, bir tərəfdə icazə verilməyib, bir tərəfdə imkan olmayıb. Ona görə mən düşünürəm ki, onların yarımçıq qalmış arzularını indi həyata keçirirəm. Onlar da konsertlərimdə iştirak eləyirlər. Bəzən göz yaşlarını saxlaya bilmirlər, sevinirlər. Təbii ki, bu hər bir valideynin arzusudur. Mən arzu eləyirəm ki, hər bir valideyn öz övladını gördüyü yerdə görsün, arzu elədiyi yerdə görsün. Mən də xoşbəxt övladam ki, valideynlərimin həm yarımçıq qalmış arzularını həyata keçirirəm, həm də onların etibarını doğrultmağa çalışıram. Yaradıcılığınızda ənənə və yenilik uğurla vəhdət təşkil edir. Bunu bacarmaq çətin deyil sizcə? Əslində, təbii ki, hər bir işin öz çətinliyi var. Çətinliyin öhdəsindən tək gəlmə mümkün deyil. Ona görə də düşünürəm ki,
hər bir uğurlu insanın kürəyini söykəyəcəyi bir komandası olmalıdır. Və mən düşünürəm ki, bu yolda mən tək deyiləm, mənim komandam var və yüksək peşəkarlıqla o komanda mənim bütün mahnılarımı, aranjmanlarımı, kliplərimi, bütün getdiyim dövlət tədbirlərində hər zaman mənim yanımdadılar və bu uğuru da yəni özümlə bərabər təbii ki, onlara da borcluyam. Ona görə də mən tövsiyə edirəm ki, bütün sənət yoldaşlarıma, yəni komandası olmayanlara təbii ki, komandası olanlar təbii ki, göz önündədir və uğur qazanırlar. Komandası olmayanlara da mən tövsiyə edirəm ki, yüksək, peşəkar. Çünki bilirsiniz, biz həm ölkəmizdə, həm də ölkədən kənarda musiqimizi, mədəniyyətimizi təbliğ edirik. Ona görə də yəni bir insanın bəzən ola bilər ki, gücü çatmasın bu işləri görməyə. Bu da normal haldır. Çünki mən ifaçıyam, mən ifa eləyirəm. İfadan əlavə də musiqinin ərsəyə gəlməsi, bax qeyd etdiyim kimi aranjmanı olsun, bunun görüntü tərəfləri olsun, PR tərəfləri olsun. Ona görə də bu işdə həm mənim komandama, həm də ki bizim media işçilərinə böyük yük düşür, belə deyək. Sağ olsunlar hər biriniz bu yolda həm mənə, həm digər ifaçılara dəstək olursunuz. Çünki biz işi görürük, yayımlamaq tərəfi, PR tərəfi isə bizim efirlərimiz və sosial şəbəkələr. Yəni hər biri bacardıqlarını eləyirlər. Ona görə də hər birinizə ayrı-ayrılıqda təşəkkür edirəm. Biz təşəkkür edirik keyfiyyətli musiqilərə görə. Bəs sizi nə motivasiya eləyir? Məsələn, komandanız hiss olunur ki, sizi motivasiya edir. Başqa nə deyə bilərsiniz? Bilirsiniz, mənim məqsədim yenə qeyd etdiyim kimi ölkəm üçündür, mədəniyyətim üçündür və bu qarşılığı görəndə, insanlar tərəfindən, sevgini görəndə, diqqəti görəndə bu mənə ayrıca bir motivasiyadır. Ona görə də bax bu sevgi, bu motivasiya, təsəvvür edin ki, yəni konsert, 2 seanslı konsertimiz oldu. İyul ayının 20-si və 2 seans 1500 insan gəldi konsertə. Konsert bitdi. Hətta səhnədə belə insanlar ikinci konsertin tələbini etdilər və opera studiyasının rəhbərliyi də yenidən elə səhnədə ikinci 2 seanslı konserti oktyabr ayının 27-sinə təyin elədilər və o konsertdə də həftənin birinci günü olmağına baxmayaraq 1500 insan yenə də gəldi, iştirak elədi və oradakı sevgini, oradakı coşqunu mən gördüm. Onunla bərabər yəni sosial şəbəkələrdə yazılan şərhlərdən olsun, getdiyim efirlərdə, getdiyim tədbirlərdə, istər el şənliklərində, istər bizim konsertlərimizdə, istər dövlət tədbirlərində insanların mənə qarşı olan diqqəti, sevgisi və təbii ki, o saf sevgini insan görən kimi hiss eləyir. Odur məni motivasiya eləyən və yeni işlər görmək üçün ən böyük motivasiyalardan biridir deyə düşünürəm. Bəli, buna zəhmətin bəhrəsi də demək olar. Və təbii ki, Avroviziya mahnı müsabiqəsi. Son illər adınız çəkiləndə mütləq ki, bu müsabiqə yada düşür. Yaradıcılığınızda necə təsir edir bu? Avroviziya mənim həyatımın ikinci dalğası həmişə adlandırıram. Birinci dalğa Səs Azərbaycan doğma nəğmələrdir və ikinci olaraq həyatımın və sənət yolumun daha da işıqlanması, məni daha çox tamaşaçıya və ən çox da Avropa dinləyicisinə tanıtdıran Avroviziya, 2024-cü il Avroviziya yarışı və mənim dəyərli tərəf müqavilim, dostum Fəxri ilə birlikdə biz mötəbər, möhtəşəm bir layihədə iştirak elədik, bayrağımızı dalğalandırdıq, dilimizi təbliğ elədik. Yəni özünlə apar ilk Azərbaycan Avroviziya tarixində Azərbaycan dilində olan mahnımız oldu və mən fəxrlə deyə bilərəm ki, mən Avroviziyanın iştirakçısı olmuşam, ölkəmi təmsil eləmişəm. Mənim həyatımda böyük dəyişikliklər elədi, çünki yəni Avroviziya, yenə deyirəm, bir 50% Səs Azərbaycan idisə, 50% də Avroviziya yarışı oldu.
Yəni bugünkü gündə, yəni ömrümün axırına qədər bu dəyişilməz bir həm motivasiya olacaq, həm də bir ad olacaq. Yəni hər bir düşünürəm ki, arzusunda olan, daha doğrusu bu yarışın arzusunda olan bizim tərəf müqavillərimiz çoxdur. Mən arzu edirəm ki, onlar da öz arzusuna çatsınlar. Çünki mən də bu yarışı çox sevirəm və bunun da iştirakçısı olmuşam. Nə xoş, nə gözəl və düşünürəm ki, gələcəkdə də bəlkə ola bilər yenə də dəvət alam və böyük məmnuniyyətlə. Əlbəttə, çox qürurludur doğrudan da. Bəli, bəli. Və bu gün sizin bizim qonağımız olmağınız da çox qürurludur. Təşəkkür edirəm. Çox sağ olun. Gələcək yaradıcılıq planları nələrdir? Bilirsiniz, mənim həmişə bir hədəfim olub. Hədəflərim də yüksək olub. Özümdə hədəflər qoymuşam. İndi də elə komandamızla birlikdə hədəflərimizə doğru yavaş-yavaş, usanmadan, yorulmadan. Təbii ki, normaldır. Fiziki insan çatdırmaya bilər. İnsan yorula bilər. Amma bu işin sevgisi varsa, eşq varsa o işə, insan yəni yorulmur. Günlərlə belə yuxusuz qalsan. Bax, indi mən neçə gündür normal, çünki səfərlərim var idi. Dubay səfəri, sonra gəldim 8 noyabr Zəfər günü. Elə fürsətdən istifadə edib xalqımızı bir daha təbrik eləyirəm Zəfər günü münasibətilə. Yəni rayonlarımızda konsertlər, yenə gəldim studiyada səs yazısı və digər işlərimiz. Ona görə də baxın, bu işimə olan sevgim təkcə mən yox, elə bizim komandada, mənim komandamda. Yəni bəzən olur ki, səhərə kimi biz yatmırıq, işləyirik. Yəni planlarımız çoxdur, hədəflərimiz yüksəkdir. Biz qarşımızda hədəfimiz ilk öncə budur ki, hər ay dinləyicimizə ən azı bir single təqdim eləyək, görüntülü kliplə. Yəni bunlar hamısı zaman tələb eləyir, vaxt tələb eləyir, maddiyyat tələb eləyir, bu normaldır. Ona görə də hal-hazırda bütün fokusumuz yəni bu yöndədir. Yeniliklər, təbii ki, mən özüm də yeniliyi xoşlayan insanam. Ona görə də dayanmadan yenə də bax yeniliklərə doğru özüm də elə bir tamaşaçı kimi özümü qıraqdan izləyirəm ki, yəni tamaşaçı məndən nə istəyər, mən onlara nə verməliyəm və yenə də yorulmadan bu addımdan, bu yolla addımlayırıq. Sizə bol uğurlar arzu edirik və inanırıq ki, çox gözəl layihələr ərsəyə çıxacaq. Çox sağ olun, inşallah. Bəs gənc musiqiçi olaraq necə düşünürsünüz? Milli musiqilərimizi gənclərə, daha az yaşlılara doğru şəkildə necə aşılamaq lazımdır? Ümumiyyətlə, getdiyim ölkələrdə mən ona fikir vermişəm ki, ümumiyyətlə Avropa dinləyicisini, ilk öncə Avropalılardan danışım, Avropa dinləyicisini bizim etnik musiqimiz təəccübləndirir. Ümumiyyətlə, bizim etnik musiqimiz, milli musiqimiz çox zəngindir, bu hər birimizə bəllidir. Bunu düzgün şəkildə çatdırsaq, inanın, yəni təsəvvür edin ki, əvvəllər bizim milli musiqiləri, etnik musiqilərimizi elə indinin özündə də azdı, amma əvvəllər daha çox olurdu. Avropa DJ-ləri, ondan sonra Avropa belə deyək, yayımları, efirləri bizim milli musiqilərə, musiqiçiləri bizim musiqilərə daha çox üstünlük verirdilər. İndi də təbii ki, istifadə edirlər, amma indi müəllif hüquqları falan indi daha inkişaf etdiyinə görə indi daha çox alınmır bu işlər. Amma yenə deyirəm, biz özümüzüksə, biz milli musiqilərimizi, etnik musiqilərimizi yaşatmalıyıq. Bilirsiniz, gənclərimiz təbii ki, bu dəqiqə o qədər bu texnologiya inkişaf eləyib ki, hər kəs yenilik axtarır. Yenilik bunun səslənməsindədir, yenilik bunun ritmlərindədir. Ona görə də bizim öz, belə deyək də, etnik çalarlar var. O çalarları mən özüm də bu dəqiqə musiqilərdə, mahnılarda, yəni mütəmadi olaraq demək olar ki, bütün mahnılarda o çalarlardan istifadə eləyirəm. Bu da çox yaxşı qarşılanır. Çünki bu mən özüməm. Bu mənim xalqımdır, millətimdir. Ona görə də bizim çalarlarda, bizim notlarda böyük bir tərbiyə var. Ona görə də bizim gəncləri bu çalarlarla, bu notlarla tərbiyələndirmək deyə düşünürəm. Yəni bizim sahəmiz budur, musiqi çox vacibdir. Yəni yaşlı nəsil xoşbəxtdir ki, yəni bizim
belə deyək də, o sənətkarları görüblər, onların ifalarını dinləyiblər canlı-canlı. İndi də gələcək nəsillər üçün biz gənclər örnək olmağa çalışırıq. Düşünürəm ki, hələ ki bu bizdə alınır. Bəli, mən sizlə razıyam. Milli, mənəvi dəyərləri qorumaq, bunu aşılamaq çox önəmlidir. Bəli. Maraqlıdır, Asan Xidmətdə sonuncu dəfə nə zaman olmusunuz və Asan könülləri haqqında fikriniz necədir? Ümumiyyətlə, Asan Xidmət barəsində çox danışmaq olar. Doğrudan da ölkədə hal-hazırda bütün, belə deyək də, sistem dedikdə Asan Xidmət yada düşür. Təbii ki, bütün qurumlarımız peşəkar şəkildə çalışır. Asan Xidmətdə bir neçə dəfə olmuşam. Təbii ki, hər birimizin yolu Asan Xidmətdən düşür. Ona görə də həm məni tanımaqları, həm məni yüksək qarşılamaqları, təkcə mən yox, yəni məni tanıyırlar deyə yox, bütün vətəndaşlarımıza qarşı elə onların gülər üzlüyü, mən sevə-sevə də Asan Xidmətin bütün tədbirlərində də sevə-sevə dəvət eləyiblər, gəlib iştirak eləmişəm. Bundan sonra da iştirak eləyəcəm. Çox böyük hörmətim var. Mən onların işlərini yüksək qiymətləndirirəm və hətta ora gedəndə belə mən görürəm ki, nə qədər insan gün ərzində, yəni o işçilər yorulmadan, yəni necə işləyirlər, xidmət göstərirlər, xidmət sektorunda çalışırlar. Ona görə də hər birinə təşəkkür eləyirəm bir vətəndaş kimi və yorulmadan, yenə də usanmadan işlərinizdə uğur arzu eləyirəm sizə. Asan könüllüləri bizim getdiyimiz tədbirlərdə, dövlət tədbirlərində yüksək peşəkarlıqla, yəni orada belə deyim də, qapıda durmaqla bərabər bütün qonaqların qarşılanması, bütün oradakı işlərin aparılması Asan könüllüləri maşallah, yəni indi artıq onlar gələcək üçün peşəkar bir vətəndaş olaraq yetişirlər. Ona görə də yəni bu sistemin yaradılması da mən düşünürəm ki, dövlətimizin ən böyük layihələrindən biridir və uğurlu layihələrindən biridir. Könüllərə də uğur arzu eləyirəm. Əlasız, gözəlsiniz. Biz sizə təşəkkür edirik fikirlərinizə görə. Çox sağ olun. Mən bilirəm ki, siz könüllərin bir çox tədbirlərində, konsert proqramlarında iştirak edirsiniz, yəni aktiv şəkildə. Bəli. Maraqlıdır ki, siz özünüz könüllü olmusunuz. Mən əslində Mədəniyyət Könülləri İctimai Birliyinin fəxri üzvüyəm. Elə indi də onların rəhbəri Ülviyə Bəbirlinin dəvəti ilə, yəni bütün tədbirlərdə böyük məmnuniyyətlə, böyük sevgi ilə iştirak edirəm. İstər tələbələrimiz üçün olsun, istər ümumiyyətlə bütün dövlət layihələrində belə deyək, baş verən bütün tədbirlərdə mən belə yüksək, belə deyək də, sevgi ilə, ruh yüksəkliyi ilə iştirak edirəm. Yəni özümü belə deyək, mədəniyyət könüllüsü saya bilərəm əlbəttə. Bəli, hiss olunur ki, siz çox doğma hiss edirsiniz. Bəli. Gənclərə qarşı ümumiyyətlə. 100%. Bəs bugünkü gündə Azərbaycan gənclərinə tövsiyə versəydiniz, bu nə olardı? Mən acizanə tövsiyəm budur ki, onlar ilk öncə sevdiyi peşənin təhsilini alsınlar. Sevdiyi peşəni aldıqdan sonra sevdiyi sahədə çalışsınlar. Əgər bu belə olacaqsa, doğrudan da uğur olacaq və heç vaxt yorulmayacaqlar. Yəni mən özüm başqa bir sahədə çalışmışam, bir 9-10 il çalışmışam, amma heç vaxt xoşbəxt olmamışam, barışmamışam o sahə ilə. Çünki özümü həmişə bu sahədə görmüşəm. Ona görə də tövsiyəm, yenə qeyd etdiyim kimi, sevdikləri sahənin təhsilini alsınlar və sevdikləri peşədə işləsinlər. Bu həm özləri üçün, həm xalqımız üçün, dövlətimiz üçün səmərəli və lazımı şəkildə davam eləyəcək və onlar da günü-gündən motivasiya olacaqlar, günü-gündən çiçəklənəcəklər. Bax belə. Biz sizə təşəkkür edirik suallarımızı cavablandırdığınıza görə. Sizə daim uğurlar arzu edirik. Çox sağ olun dəvət üçün. Mən də sizin bu layihənizə uğurlar arzu edirəm. Mən bilirəm ki, sizin layihənizdə layiqli, yəni zəhmət çəkən, əziyyət çəkən həm
öz işinin peşəkarları iştirak eləyir. Ona görə də rəhbərliyinizə təşəkkür edirəm ki, məni də bu gözəl verilişinizə dəvət elədiniz. Mən də sevə-sevə gəldim, iştirak elədim. Təşəkkür edirəm. Minnətdaram. Sağ olun. Təşəkkür edirəm Asan TV izləyiciləri. Növbəti verilişlərdə görüşənədək.